Burada yerləşdirəcəm hər birini. Sən bu da qəşəng yapmışsan, mən necə bəyəndim qərarda, yəni. Yəni bu cür işləyən bu uşağı pis çəkmisən, demisənsə həmin uşaq dilində. Yəni sən niyyətində problem yox. Və ilk işimizlə başlayaq. Adım Xəvvərdir, 13 yaşım var. Xəvvər ilk dəfə yəni kanala öz icmalımıza, yəni şəkil atmır. İlk dəfə adını eşitmişdim və çox maraqlı bir adım var, bunu yenə deyim. İlk işində də 13 yaşa görə məncə pis deyil. Yəni əllərində müəyyən problemlər var. Ümumiyyətlə çalışın 13 yaş, 12 yaşlı uşaqlara tövsiyəm yoxdur, yəni. Tövsiyə etmirəm də portretə qaçmayınız. Yəni hər şey portret deyil uşaqlar. Bu rəssamlıq özü geniş bir sahədir. Təkcə portretlə öz zehninizi hüdudlamayın. Portretdə bəzən deyəcəklər pis çəkmisən, səni motivasiyadan salmaya çalışacaq. Odur, budur, bir dəfəlik rəssam kəsiləcək ətrafınızdakı bəzi insanlar. Çalışın onların əgər hücumlarına belə deyək, o qədər dözümlüsünüzsə, çəkin. Onların heç sözlərinə əhəmiyyət verin. Amma sadəcə belə bir həqiqət də var. Yəni öz zehninizi sadəcə portret çəkərək yormayın. Daha da geniş olan, elinizi, təfəkkürünüzü necə inkişaf elətdirəcəyiniz olsun, fantaziyanızı işə salın, xəyallarınızı çəkin, arzularınızı çəkin. Maraqlı nə görürsünüzsə onu çəkməyə çalışın. Təkcə portretə fokuslanmayın. Zaten ən böyük problem odur da, rəssamlıqla məşğul olursan, deyirlər ki, mənim şəklimi çəkə bilərsən. Birincisi sənin şəklini niyə çəkim? Yəni bu takipçilərini qoyuram qırağa. Takipçilərimi çəkmək mənim üçün bir zövqdür. Çünki sənə dəyər verən bir insana dəyər vermək özü bir qənimətdir məncə. İkinci işimdə də saçları çox maraqlıdır. Sadəcə gözlərinə fikir ver. Çünki biz qorxuducu görsən. Ona görə deyirəm ki, hissə çək. Ən böyük tövsiyəm odur Xəvvər. Yəni motivasiyadan düşmək üçün mən qəti demirəm. Yəni hər birimiz öyrənə çəkmişik. Mənim də ilk işlərimi burada da göstərə bilərəm. Pis olub. Yəni pis olmasaydı mən indiki halım ola bilməzdi. Pis olmalıdır ki, biz yaxşını öyrənək. Mən bunları demək məcburiyyətindəyəm. Yəni kimsə bunu dinləyib də motivasiyadan düşürsə, deməli ki, bu sənətə bağlılığı yoxdur. Əlbəttə ki, az yaşlısan və içindəki o çəkmək həvəsini mən başa düşürəm. Belə də davam elə. Yəni daim çəkməyə, öz xəyallarını limitləməməyi öyrən. Üçüncü işinə baxaq. Üçüncü rəsmdə də ən gözəl məncə budur. Rəng tonlamaları olsun, solğun olsa da məncə fərqli bir baxışdır. Yəni iki işindən də fərqlənir. Yəni afərin Xəvvər, belə davam edə. Yəni hər dəfə atın. Çünki mən adları üzə bax yadımda qalır. Çünki bəzi uşaqlar yenilərdir. Bəziləri görürəm ki, davamlı formada atır və atdığı işdən fərqliliyi görürəm, inkişafı görürəm. Yəni bu iki işdən sonra ən axırıncı işim fərqlidir. Adım Nəzrindir, 11 yaşım var və mötərizə daxilində Witness-də yazılıb. Zaten bu saç düzümü, bu üz quruluşunu görəndə avtomatik Witness-də yada düşür. Maraqlıdır. Boyun hissəsini çox belə uzatmışsa, amma 11 yaşa görə çox qəşəngdir. Əfərin. Yəni qəşəng işləmişsən, maraqlıdır. Amma dediyim kimi 11 yaşlı uşaqlar olsun, az yaşlılara portreti o qədər də tövsiyə etmirəm. Çünki limitləmiş olursunuz. Deyirsiniz ki, məsələn, mən bunu oxşada bilmədim, deməli mən çəkə bilmirəm. Sadəcə rəssamlıq portretdən ibarət deyil. Yəni fərqli şeylərə baxın. Pinterest proqramı var, ona girin. Onlara bax. Əgər zehninizdəki şeyləri təsvir etməyə bacarığınız yoxdursa, onlara baxıb kaprivat edə bilərsiniz, köçürə bilərsiniz, amma həmişə eyni olmur, fikir verirsiniz. Hər biri fərqli alınır. Bir dənə şəkli 2-3 dəfə çək, 3 dəfəsi də fərqli olacaq. Yəni həqiqətən maraqlı bir reallıqdır bu. Salam müəllimin necədir? Əladır. Mən 4 şəklin 4-ünə də baxdım. Ən axırıncısı, indi növbə ilə baxacaq. Ən axırıncısını çox bəyəndim. Məncə oğlan uşağıdır. İngilis dilində 4 ünsür ki var. Hava, su, torpaq, ateş. Bunları məsələn maraqlı formada zaten burada yerləşdirəcəm uşağı. Nə gözləyirdim? Elementləri gözləyirdim də. Su, torpağı oxuyanda onu başlayırsan. Amma fərqli bir yanaşma edir. Məncə də maraqlıdır. Niyə olmasın? Bax, limitləməmisən. Yəni düşüncələrini təsvir etmirsən. Yəni bunu kim nə deyə bilər sənə? Yəni öz fikrindir. O uşaqda yəqin burada maraqlı bir qılınc görürük. Yəni dediyim kimi. İkinci qılıncı da yəni su sevəndir yəqin. Yəni çox maraqlı görsənir. Üçüncü işində də Efe gülləsidir. O da maraqlıdır. Amma bu dördüncü qılınc ki var. Burada göstərirəm zaten hər birində. Çox qəşəngdir. Simetriyası olsun. Bax özünüz də görərsiniz formalar olsun. Qəşəngdir. Aha, dördüncü işimizə baxaq. İnci 12 yaş. Qızımızın adı İncidir. Aha. Məncə yaxşı çəkmişəm. Baxın, 12 yaşlı uşağın özgüvəni əhsən. Bəzən belə yazan uşaqlar şey yazırlar.
heç də yaxşı deyil, nə bilim, pis falan yazanlar olur. İnci, qətiyyən onun bunun sözünə qulaq asma. Sənə işini pis deyən də olar, yaxşı deyən də olar. Amma sən belə müsbət aura ilə davam elə. Əgər bu sənəti sevirsənsə, bu formada da özünə inan. Təkəbbürlü olmaq əlbəttə ki, yaxşı deyil, amma sən özün işinə inanırsansa, yəni bu işin nə qədər qəşəng elədiyini göstəricidir. Əlbəttə ki, 12 yaşın var, hələ ən gözəl vaxtındır. Marilyn Monroe-nu işləyib. Oxşab sana, yəni 12 yaşa görə pis deyil, afərin. Yeni il, hava-havası yenə, qəşəngdir, maraqlıdır. Məsləhətim odur ki, yəni dediyim kimi əvvəlcədən başqalarının sözünə qulaq asma. Belə yazanda avtomatik kimsə, mən başa düşmürəm də, kimsə birinin sözünə qıcıq qapır. Mənim özümdə də yazmışdılar. Nə bilim, mən bunu necə blok ata bilərəm? Baxma da, yəni sən bu fikri yazmayla özünü göstərmiş. Yəni məqsədləri odur zaten, baş qoşmayın. Zaten əgər sən öz sosial platformada nə isə paylaşırsansa, belə sözlər qaçınılmazdır. Çünki yoxdur. Təəssüf ki, bunları mən çəkmişəm. Necədir? 13 yaşım var. Fikir versəniz, əksəriyyətin 12-13 yaşı. Rəssamlıqda sırf rəssam olmağa meyilli olan uşaqların pik nöqtəsi odur. 12-13 onda. 11-də də olur, 10-da da. 10 yaşlarda da olur. Sırf o orta yaşlarda. Deməli, iki at işləyib. Ümumiyyətlə, uşaqlar, at işləmək çətindir. Nəyə əsasən deyirəm? Çünki biraz o at başqa bir heyvana da oxşuyur da. Yəni, biraz kobud səslənir. Amma bu 13 yaşa görə məncə maraqlıdır. Özü fondakı, məsələn, Malbert falan qoyub, digər uşaqların işlərini də görürəm. Məncə kursa gedir. Afərin. Aha, yenə atdır. İki dənə də mənzərə görürəm, qəşəngdir. Amma üstdəki mənzərə məncə çox qrafik formada çox qəşəng görsənir. Hə, bu qızımız. Yəni bu qızımızı mən YouTube-da da gördüm. YouTube kanalına da baxa bilərsiniz. Zaten icmalda yerləşdirmişəm. Hər bir işi çox qəşəngdir. Portretlərini burada yerləşdirəcəm hər birini. Yəni hər biri çox maraqlıdır. Yaşına görə, yaşını bilmirəm. Yəni yalan demiş olam. Bəlkə köhnə videolarda var deyib. Yəni üzrlü say. Əgər demisənsə üzrlü say, yadımda deyil. Yəni əl işlərinə baxanda Pinterest yadıma düşür. Yəni Pinterestdən götürülmüş işlər ki, işləyib onları. Yəni həqiqətən maraqlıdır. YouTube kanalında da qəşəngcə həvəsləndə videolarını atıb belə də davam elə. Sənə kim necə mənfi rəy yazırsa, öz daxilindəki o iyrəncliyi məncə göstərmiş olur. Yəni sən qətiyyən vaz keçmə yolundan daim şəkil çək, daim gözəllikləri görməyə çalış. Və çox da portret işləmə. Nəyə görə deyirəm? Çünki özün limitləyirsən, fərqli şeylərdə bax. Bəlkə əgər çox istəyirsənsə, əlbəttə ki, çək. Mən də sənə buradan limit qoymaq qəti istəmirəm. O həvəsin daim olsun. Rəssamlarda bir söz var, palitran, rəngarəng olsun. Yəni rənglərdən də istifadə et. Mən işlərimi çox bəyənirəm. Əhsən, yola davam et, belə də davam et. Yəni özüm də balaca olduğum vaxtlar yadıma düşür. Necə həvəsli idim, necə müsbət rəy də alırdım. Mənfi rəy ox kimi gəlirdi adama. Yəni başa düşürəm sizə, yaxşı olacaq inşallah. İlk sualım budur ki, yəni kursa gedirsənmi? Çünki naturmort görəndə mən kurs yadıma düşür. Məsələn, Risonokun qəşəngdir. Yəni ilk gördüyümdə Risonokun qəşəngdir. Sadəcə üzümlərdə məsələn çox realdan çıxmısan. Amma digər işlər məncə naturmort qəşəng qurmusan, kampanovkası yerindədir. Risonokun da qəşəngdir. Tonlamaya biraz fikir versən, yəni ştrixlamaya fikir versən, işin qəşəngdir. Afərin. Aha, digər bir işimiz. Salam müəllimə, necəsiz? Çox sağ ol, yaxşıyam. Həmişə yaxşı olun. Çox sağ ol. Müəllimə neçə vaxtdır şəkil ata bilmirəm. Bu aralar çox da rəsm çəkə bilmirəm. Dərslərimə çox diqqət yetirirəm. İnşallah bəyənərsiniz. Yəni sən bu qədər qəşəng olmusan, mən necə bəyənməyə bilərəm də, yəni. Artıq şəkillərim sizinlə birlikdə. Birinci işimiz almadır. Almanın alt hissəsinə diqqət yetir. Belə qalxıb, amma işin rəngləri olsun, o xırda detalların olsun, bu zərif düşüncən olsun. Çox bəyəndim, əhsən. Yəni maraqlıdır. İkinci işin əladır, fərqlidir. İşte Pinterestdəki məsələn rəsmlərə oxşuyur. Həqiqətən maraqlıdır. Yəni portret çəkməyə tələsmə. İlk ən böyük tövsiyəm, bir müəllimə olaraq, bir böyüyün olaraq ən böyük tövsiyəm odur ki, çox da qaçma. Belə hissələri çək, sonra bunu birləşdir. Çünki bir dəfə sən formaya qaçanda səhv edə bilərsən. Səhv elədikdən sonra motivasiyadan düşə bilərsən. Deyirsən ki, mən bunu çəkə bilmirsəmsə, deməli mən rəssamlığı bacarmıram düşüncəsi yarana bilər. Ən böyük təhlükə məncə odur. Yəni məncə işlərin qəşəngdir, əhsən. Aha, bu işimizdə salam, mənim adım Gülaydır. 14 yaşım var. Gülay bir dəfə də atmışdı kanalı, gecə atmışdı.
Mən onu tam formada qiymətləndirə bilməmişdim də. Yəni qiymətləndirmişdim, sadəcə yəni bu formada qalmamışdım, göstərməmişdim. Və demişdi ki, müəllimə niyə bəyənməmisiniz? Dedim, əlbəttə ki, bəyənmişəm mən işlərimi. Desən heykəl çəkmişdi, heykəl biraz bulanıq idi, elə yadımdadır. Dedim ki, bir müəllimə kimi, mən bir tövsiyəm qətiyyən sizin heç birinizin xətrinizə dəyməyəcək bir formada deyirəm. Yəni məqsədim sizin rəssamlıq sevginizi artırmaqdır. Bir etika, bir forma, yəni inkişaf elətdirməkdir. Rəssamlığa bir baxış forması yaratmalıdır. Yəni heç kimin qəlbini incitmək. Çünki mən özüm də siz yaşlarda olmuşam. Mənə də o qədər mənfi düşüncələr yazmışdılar, demişdilər, yazmışlar deyəndə üzbəyüz demişdi. Yəni sanki mənə güllə vururdular. Yəni seçirdilər mənim incitmək üçündür. Çünki bir söz, mən öz qarşı tərəfə çox həssas yanaşıram. Çünki mən də o yollardan keçmişəm. Hər kəs portret çəkə bilməz. Rəssamlar portret çəkməməlidir. Yəni sən də onlardan biri. Mən sənin yerində olsaydım lap yaxşı çəkərdim. Buna baxır, güya da indi rəsm çəkir. X balaca olanda bunu əlbəttə ki deyərdim. Mən də balacaydım, ağlayırdım falan. Tam üstünə gedirdim. İlk rəsm qiymətlərim 3 falan 4 aşağı olardı. Nə qədər əziyyət çəkərdim. Yəni motivasiyadan düşmədim və bu günə qədər, bu yola qədər gəldik. Yəni məqsədim səni incitmək deyil. Dedim uzun videoda da atım ki, yəni sən də məni başa düşəsən. Yəni 14 yaşım var, balacasan. Amma rəsmlərini görürəm ki, çox qəşəngdir. Göz əladır, xoşuma gəldi əhsən. Aha. İkinci işində də bunu görürəm ki, qəşəngdir. Güllər çox qəşəngdir. Biraz da ağlıq. Məsələn, gecə vaxtıdır, hə, deyil, gecə vaxtıdır. Həmin rənglər o qədər də seçilir. O solğunluğu vermirsən. Amma ayı biraz da parlaq göstərsən, işin lap əla olar. Hə, bax bu qəşəng, bu başqa məsələ. Gözlər çox qəşəngdir, əhsən. Hə, bu məşhur naturmort, hamı onu işləyir və fikir verdim ki, əksər işlərim quaşlandır. Əslən, quaş çətin bir işdir, yəni texnikadır. Nəyə görədir? Mat boyadır və əksər uşaqlar bu quaşdan qaçırlar. Olsun. Wow deyirəm də, yəni. Bax, qəşəng. Qəşəng, bax əllərim şey oldu. Qəşəng, çox qəşəngdir. Gözlər, burun, o baxış, o emosiyanın necə, o xarakter çox qəşəngdir. Görürsən neçə yaşın var? Əgər video baxırsansa yaşını, hansı qrupa hazırlaşdığını yazarsan. Çünki işin çox qəşəngdir. Salam müəlliməm, mənim də rəsmlərinə baxasınız. Niyə də baxmayım? Aha, məncə dizayna hazırlaşan bir tələbənin əl işlərinə oxşuyur. Qatimalatı görürük. Qatimalatı qəşəngdir. Sadəcə saçlarına biraz fikir ver. Əlbəttə ki, hələ ştrixləməyə keçməmisən. Bir də alın nahiyəsinə fikir verəsən. Məncə qəşəngdir. Bir də neçənci sinifdə oxuyursan? Yəni bilinir ki, baya getmisən. Yəni qurmanı qəşəng sərbəst qurmusan. Xoşuma gəldi. Aha, həm Diananı görürəm, həm Avqustu işləmirsən. Risunkum güclüdür. Məncə qəşəngdir. Avqustun ağzına biraz fikir ver. Bir də o saç nahiyəsi, üst təpə hissəsi uşaqlar çox oval aparır. Yəni biraz elə bir basıq saxlayırlar, amma qəşəng işləmirsən. Aha, indi Venera ilə Avqust. Veneranın gözləri, ağzı pis deyil. Sadəcə biraz oval aparmışsan Venera. Bilirəm, biraz kökə gəldi. Dianaya biraz oxşuyur. Amma biraz potuşdur da, yəni kökdür. Yəni ona görə çox oval aparma. Amma qəşəng işləmişsən, əhsən. Aha, Diananın biraz profildən biraz problemli işləmişsən. Problem dediyim sadəcə buradan biraz sıxmısan içəri. Özün də fikir verəcəksən. Ağzından bu çana hissəsini çox belə aşağıya meyl eləmirsən. Amma belə işin çox qəşəngdir. İnşallah hazırlaşırsansa danışa da bilmədim. İnşallah uğurlu formada da qabiliyyətdən 9-10 alasın. İnşallah. Aha, Zəhra, 14 yaşım var. Aha, iPhone. Mən bir dəfə gözüm iPhone emblemasına dəydi. Çox qəşəngdir, maraqlıdır. Manifestliyə bir yəqin çox qəşəng görürsən. Xoşuma gəldi. İkinci işinə baxaq. Yəni, məncə 14 yaşa görə pis deyil portretlər. Əhsən. Yəni, bu da geyimlə bağlı işləyir. Gözəldir. Körpəni çox qəşəngdir. Formaları da çox gözəldir. Məsələn, ən çətin məncə budur. Məsələn, göstərdiyim. Hərəkətli olan bir şey çəkmək uşaqlar daim çətindir. Yəni, ən çox sizi inkişaf elətdirən də məncə odur. Qalam qobu çox realistik görsənir. Yəni, həqiqətən qəşəngdir. Bax, hə, bu cizgi film karakterini mən adını baxmışam buna. Sadəcə çox da yadımda saxlamıram bəzi şeylər. Və adı Karl'mış. Daha yaddan çıxmaz. Afərin, o da qəşəng görsənir. Sonuncu rəsmində əladır. Afərin, Zəhra. 14 yaşa görə məncə çox qəşəngdir.
İnşallah daha da gözəl əl işlərin olacaq. Adım Nəzrindir, yaşım 13. Xahiş edirəm video çəkəndə şəklimi göstərəsiniz. Əlbəttə ki, niyə göstərməyim? Aha, görəcəksiniz burada uşaqlar. Pələng işləyir. Çox da gözəl, realistik işləyir. Biraz da tonlamaya fikir versəm çox əla olacaqdı. Yəni qurbanı çox bəyəndim çünki. Baxan kimi bilinir nədir. Yəni həqiqətən maraqlıdır. Ha, burada da bir dənə maraqlı bir göz qabağımıza çıxır. Flomasterla işləyir. Uşaqlar, mən flomaster çox xoşlayırdım balaca olanda. Hələ rəssamlığa getməzdim. Ancaq flomasterla işləyirdim. Bəlkə tapsam onun da şeyini qoydum. Bəlkə. Yəni tapsam qoyaram. Aha, adım Şəhanədir. Aha, Şəhanə. 13 yaşım var və bu dəfə heykəl işləmədim. Rəngli bir şeylər çəkdim. Və uşaqlar, bu qızımızın heykəl işi atmışdı. Ona görə deyir heykəl atmadı. Deməli, bu qızımızın işini demişlər pisdir. Mən də qızımıza dedim ki, bu sənətə başa çıxmayıb dəyər verməyən bir insanın fikrinə qətiyyən önəmsəməm. Mən də balaca olanda belə şeylər çox takılırdım. O sözlər elə bir güllə kimi dəyirdi adama. Çox təsir edirdi. Çünki sən bir şey əziyyətlə, saatlarca oturursan və bir qarşındakı insanı göstərsən, müsbət bir şey gözləyirsən. O bir dəfə bunu deyir. Adam qalır, niyə bunu dedin axı? Yəni, bunu deməklə sənə nə qazandırdın? Əgər qarşındakı pis çəksə belə, deməyin də təhri var. Və əlbəttə ki, bir müəllimə olaraq mənim pis dediyim sözlər sizin xətrinizə dəyməməlidir. Yəni, qətiyyən onu düşünməyin. Amma bu gözəl işdə işləyən bir uşaq, indi görəcəksiniz, səmaya vuruldum. Çox qəşəngdir. O tonlamalar quaşına işləyib deyəsən. Yağlı boya da ola bilər, amma quaş texnikasına oxşuyur. O rənglər bir-birinə yayılmayıb, o kant formasında gelib çox qəşəngdir. Yəni, bu cür işləyən bir uşağı pis çəkmirsən, demisənsə, həmin o şəxsi bilmirəm. Yəni, sən niyyətində problem var. Sən bu sözü deməklə mən inanmıram ki, həmin bu uşaq yolundan vaz keçsin. Yəni, əl işindən, bu sənətdən vaz keçsin. Vaz keçmək demirəm, uşaqlar sırf gedin rəssam olun. Sadəcə bu estetik zövqünüzü inkişaf elətdirə bilərsiniz. Bu, həmin bu mənfi rəy yazan insanlar kimi olmuyor da. Yəni, məqsədimiz odur. Yəni, hər kəs demirəm, getsin rəssam olsun. Zaten bu kanalımızın mənası o deyil. Çəkilən bir əziyyətə qiymət verməyi öyrənməkdir. Yəni, nə bilim, boş verək. Şəhanə, əl işin əladır. Aha, icmalı mənə atmayanlar var idi ki, məsələn, öz YouTube kanalından, postundan paylaşanlar var idi. Oradan da SS elədiklərimə bir baxay. Instagramda da hətta var. Amma bunu deyim ki, uşaqlar, çalışın icmalı atın. Çünki mən yadımdan çıxır. Sonra uşaq yazır YouTube'da, mən pis oluram. Yəni, mən məqsədim göstərməkdir. Sizin həvəsinizə həvəs qatmalıdır. Yəni, paylaşmayanda da özüm də istərsiniz vaxt çatdıra bilmirəm. Yəni, imtahanlara hazırlaşıram, özüm də sifariş qəbul edirəm. Yəni, istərsiniz bunları da vurğulamaq istədim. Aha, Səmzadə Gülnaz, maraqlı bir anime gözü görürük. Üstündə bir balaca yazı gördüm. Mən bilmədim, o buradakı yazı bir animeni təsvir edir, yoxsa maraqlı işləyib. Məsələn, çox qəşəng işləyib. Anime işləmək biraz çətin olur uşaqlar. Özünüz də görərsiniz. İşləyəndə həmin animeyə oxşatma olmur. İstəyirsən, həmin animeyə oxşamır. Çox anime dedim elə bir. Aha, Şahin Ağayev. Şahin Ağayev zaten YouTube kanalında sizə göstərmişdim. Fərqli bir tərzdə işləyir, fərqli bir ideada işləyir. Ona görə icmal atmır və həmişə öz icmalında mən də onu SS edib, ekran görüntüsü alıb paylaşıram. Və burada boya fırçası. Bax, rəssama göstərən ilk önsür boya fırçası. Çox maraqlı işləyir. Dırnaq boyası. Mən özüm qız da olsam da dırnaq boyasından istifadə etmirəm. Yəni, xoşum gəlmir də nəsə. Heyva işləyib, maraqlı görsənir. Qızıl çəkdim. Baxın, qızıl, fırça. Bunlar hamısı bizi çəkən şeylərdir uşaqlar. Simvolik bir şey görəndə onu nəsə əlaqələndirirəm. Necə ki, məsələn, boya fırçasından qızılı əlaqələndirdim. Bu da qəşəngdir, paxla. Paxla çox qəşəngdir. Ən xoşuma gəldiyim paxla oldu bu təsvirlərində. Topa şarlar da qəşəngdir. Topa şarlar, həmin o şey vardı, Karl. Bax, yadımdan çıxmadı, gördün? Sən yazdın, yadımdan çıxmadı. Karl'ın o evinin şarları, o yadıma düşdü. Bu qatar da qəşəngdir, detallarına qədər işləyib, bulaq da qəşəngdir. Bir də kubik daşlar. Yəni, burada kubik daşlarda bunu demək istəyir ki, addım-addım üstünə qoya-qoya davam etmək. Məncə, hər birinin müsbət bir fikirlə işləmək olar. Instagramda da bir qızımız var, qızımızdır da yəqin. Instagram adını bildirməmi demədi. Dedim, yəqin istəməz, rəssamdır və 145 dənə post paylaşıb. Yəni, 145 dənə rəsm. Az yaşlıdır. Çünki əl işlərində bunu qeyd edir ki, az yaşlı olmağıma baxmayaraq qabiliyyət imtahanı hazırlaşıram. Yəni, həqiqətən halal olsun. Afərin. Yəni, mən özüm
Instagram falan üniversitete girdikdən sonra açdım. Çünki mən çox çəkinirdim. Videonun əvvəlində də dedim, o bu mənə söz deyər deyə çəkinirdim ki, yəni biri bəyənməz, biri fikir bildirəndə mənim həvəsim sınır. Amma halbuki ətrafımda eşidirdim. Gördüm ki, yox, dəmiri istə-istə döyərlər. O qədər mənfi gəldi, o bizə müsbət təsir etdi. Yəni həqiqətən qorxmayın. Kimsə deyirsə sizə söz, boş verin. Yaxşı olacaq inşallah. Aha, gilaslar işi var. Burada zaten göstərəcəm. Gilas işi var. Mən çox xoşuma gəldi. Quaşla işləyib. Sonra Powerpuff Girls var idi. Üçünü də işləyib. Çox qəşəngdir. Sonra o Türkiyə ilə Dovşan var idi. Mən hamı işləyib ona, mən işləməmişim. Bilmirəm niyə. Bəlkə hamı işlədiyinə görə işləmək istəmədim, ola bilər. Onu da burada qoyacağım. Davam et yoluna. Az yaşlı olmağına baxmayaraq belə cəsarətli əl işlərinizi bölüşdüyünüzə görə çox sağ olun. Bunun kimi videolarını görmək istəyirsinizsə, biraz video çox uzun oldu, bilirəm. Dedim, hamınız işinə baxın, dəyərləndirin. İnşallah bu videonun ardı gələr. Az izlənsin, çox izlənsin. Maraqlı deyil. Bir də o maraqlıdır ki, sizə müsbət təsir göstərdim. Digər videolarımızda görüşənədək hələlik.